Salam dostlar, hepinizi xoş gördük. Bu günləri yepyeni video ilə qarşınızdayım. Bu günləri yeni bir verilişə başlayırıq və verilişin adı İş Axtarımdır. Bu verilişdə fərqli sahələrə üz tutacağam və bu verilişdə fərqli işlərdə işləməyə çalışacağım. Bu günləri Kleopatradayıq və Kleopatrada özümüzə uyğun bir iş axtaracağıq. Keçək içəri. Salam. Hər vaxtınız xeyir olsun. Xoş gördük. Necə ki, məni göstərə bilər? Mən iş axtarıram, işlə bağlı gəlmişəm. Deməli, layihəmiz var, fərqli işlərdə işləyəcəyik. Hansı işlər var burada, nə işlərdə işləyə bilərəm? Bunun haqqında. Mən sizə təklif edə bilərəm dizayner işini, sonra tatu master işini. Tatu masterəsində istəyirəm, tatu master olmaq arzum olub, amma biraz çətin prosesdir, mən elə düşünürəm. Bugünlər əslində özünüzü yoxlaya bilərsiniz bu işdə. Ola bilər. Yaxşı, bəs maaşım nə qədər olacaq? Onu da aşağıda. Yaxşı. Birinci dizayndan başlayırıq, indi gedirik dizaynerimizin yanına. Salam Nəzrinə xanım, necəsiz? Mən yeni dizaynerəm. Güyadır. Siz kompüterlə işləyirsiniz, əllə çəkmə falan yoxdur? Mən Photoshopda işləyən dizayneram. Tamam, anladım. Bizdəkilərdə dizayner, biri Procreate işləyir, biri Photoshopda. Procreate nədir? Planşet. Planşet. Amma bir məsələ var da, əvvəllər mən tatu elətdirəndə falan filan kağızın üstünə çəkirdilər. Yox, biz o formada işləmirik, bizə çap daha professional. Bəli, daha professional formada. Ultra. Bana çıxarın. Artıq işə başladım. Bəli, Tamam. Maaşım yazılır mütləq. Salam, Nəzrinə xanım, hər vaxtınız xeyir olsun. Bu arada tatunu bugün mən eləyəcəksən. Doğrudan. Həm sənin ilk tatun olacaq, həm də mənim qolumda işləyəcəksən o tatunu. Hazırsan seçək. Olar. Biz müştərinin birini soruşuruq da nələr istəyir, nə cür bir şey. Deməli, indi nə edirik? Sən müştəridən öyrənməlisən onun fikrini, necə bir şey istəyir, bəlkə yekə bir tatu istəyir, bəlkə minimal bir şey, bəlkə ağlında konkret bir fikir var. Onları öyrən və onun əsnasında bir dizayn tapalım. Tamam. Samira xanım, nə cür bir şey istəyirsiniz? Minimal, balaca, birlikdə seçə bilərik əslində. Təqribi ağlınızda nəsə bir şey var, bənzər bir şeylər. Xeyr. Biz təklif eləyək siz onu. Bəli. Nə təklif edə bilərsiniz? Məsəl üçün, burada belə flashlar var. Kəpənək, saat ola bilər. Doğum saatınızı yaza bilərik. Rəqəm ola bilər məsələn. Rəqəm əslində asan da olar mənə də. Daha baxa bilərik, zəhmət olmasa. Çətin, biraz işlər çətin. Bəli. Qəşəng seçimləriniz var deyirəm. Belə bir yazı... Ola bilər, You can. Bu kəsməyi bilirəm. Deməli, buradan yonu götürdük. Hansına həvz olacaq patra? Əlimin üstündə olur. Əlivin üstündə olacaq. Neçə santimetr bir şey? Minimal Maksimum. 2, maksimum. Bəlkə 3. Xeyr. Tamam, 2 santimetr. Diaqonallıq bəs Rəqəm Belə 5 2 götürürsən. belə 2 O zaman götürürəm. 5 santim. 2 santimetr. 1. 1. Vertikal olaraq 5 santim. Bildim. Horizontal olaraq santim. Müştərilərin hamısına belə 10 saat belə. Okey nə? Burada Kleopatranın mükafatları var, hə? Kleopatra bəs harandır? Türkiyəndə. Türkiyənin. Çox yaxında eləyir. Deməli, neçə ölkədə neçə filialımız var? 17 ölkədə 120-dən çox studiyamız var. Tamam, yaxşı, bəs burada öyrənsəm, işlədim də başlayıram bu gündən işə. Əgər siz bizim sertifikatımızla tərtib olursanız, bəli, əlbəttə ki, digər studiyalarımızda fəaliyyət göstərək. Amerika. İşçilik bizdən asılıdır. Mən gəlirəm də Amerikada istəyirəm işləyim. İşçi kollektivi hər biri mehribandır. Can deyib can eşidirlər. Əslində işlədiyim ilk yerdir bura. Bundan sonraki yerlər görə necə olacaq? Qabaqda qayə işləmək istəyirəm, post patrola falan, bir çox işlər. Fövqəladə yanğın söndürən olacaq. Bu hazırdır, tamam. Qalanına özün elə, borderlara yaxın kes. Tamam. Bunu o vaxtda məktəbdə biz əmək dərsində kəsirdik belə şeylər. Kəsdim. You can. Əlimizə yapışdıraq. Kleylə yapışdıraq, yoxsa necə? Bu sizin əlinizdə belə qalacaq. Təsəvvür edin ki, ağ hissələr yox. Amma varaq. Yox, təsəvvür edin də. Mənim fantaziyam çox geniş deyil. Gəlin göz-görə baxın əlimizə. Baxın əlimizdə belə qalacaq. Mən əlimdə sizin barmağınızı görürəm. Bilirəm, mən deyəm, kley var, kley. Mən bilirəm nə eləmək. Bir dəqiqə zəhmət olmasa. Referansı körlə. Oy, Mənim referans. dərim spirtə həssasdır. Üzr istəyirəm, əziz Bunun müştəri. içində su da var. Məndə də həssasız deyə biraz su ilə qarışdırdım. Sizin də əlimizə vurun. Olar, mən bundan yapışdırmada referans körlanırım. Əla, oldu ideal. Sizcə qəşəngdir bir dizayner olaraq düşünün. Mən bir dizayner olaraq düşünürəm ki, bu tato sizə həyatınızda mühüm bir anı xatırladacaq deyə düşünürəm. Dəyərli bir xoşbəxt günlərinizdə buna baxaraq özünüzün bilmirəm də, nə deyim. Qəşəngdir. Allah xeyrin versin. Nəzrin xanım, bundan sonraki etap hansıdır? Epsini çapa veririk. Epsinin yağlı kağız.
Necə? Yağlı kağız deyil. Epson nədir? Printer. Transfer kağıdı. Transfer kağızı. Epson pişirinlərin falan altında olurdu. Bir dəfə deməli mən tato vurdururdum. Daha doğrusu vurdurmaq fikrində idim. Tato master mənə qayıtdı dedi ki, get dükana deyən ki, yağlı kağız versinlər bir dənə. Yağlı kağız götür onun üstünə çəkə elə vura. Ay Allah, nə əzab oldu bu dənə tato. Okey, transferimiz də hazırdır. Əla. Bu da hazırdır. Referansın. Referans, transfer. Bundan sonraki etap nədir? Səndə hər şey hazırdır. Gözləyirsən ki, tato ustası da setupını hazırlasın. Tato ustasından daha sonra təqdim edəcəksən həm referansı, həm də ki, Yağlı kağız. bilirdim onu deyəcəksən. Transfer kağıdı. Transfer kağızını. Təqdim edirsən, onlar artıq başlayırlar işdə. Tamam, tato masterimiz kim olacaq? Çinayı. Tamam. Çinarə xanım axtarıq. Çinarə xanım kimdir? Salam. Salam. Mən sizə xoş gördük. Sizin yanınıza göndərdilər biz bu bu yadımdan çıxdı. Bu transfer kağızıdır. Bu da referans. Referansımız və transfer kağızımız buradadır. İndi biz setup hazırlayacağıq. Aha. Gigiyena önəmlidir təbii ki. Ona görə ilk növbədə Bəli. setupımızı streçləyirik. Buranı verin mən sizə istəyim. Göstərin mən. Hə, tamam olar. İşləməyə həvəsliyəm. Tato master olacağam. Milyonlar qazanacağam. Bentley var eşitdiyimə görə sizin, düzdür? Olacaq inşallah. Yəni deməli pul yığır indidən. Yəni Hara toxunacamsa oranı streçləyirəm. hə, ələ infeksiya keçməsin. Ələ və əlimiz qandısa, bura toxunuruqsa bura keçə bilərdi. Tamam. Hara toxunuramsa oranı streçləyirəm. Mən də bura toxunduğum üçün alt hissələrə oranı da streçləyirəm. Bəs yaxşı, sizcə mən ilk dəfəmdir tato vura biləcəm yoxsa ağıllı adamların həmişə xətti pis olur deyə mənim xəttim pisdir. Sonra vazelimizi qoyuruq, Bəli. vazelin taxtası qoyuruq. Əvvəlcədən hazırladığım salfetkalar, jiletimiz var, bir ədəd markerimiz var işarələmək üçün. Nə işarə eləyəcək bunu? Transfer zamanı hansına Hə, harda olacaqsa onu. Marker. transfer yerimiz var. Transfer kağızını yapışdırmaq üçün istifadə edirik. Boyamız, Bu nə boyasıdır? Hə, aparatın boyası. spirtimizi qoyuruq Spirt. və aparatımız. Aparatımızı da streçləyirik. Aparatı niyə? Hə, əliniz dəyəcək qana falan deyə. İşte bundan ibarətdən setupımız. Bunu bir dənə başa düşmədim. O transfer yeridir. Nəyə görədir? Bunu yapışdıranda çəkirik ki, yaxşı yapışsın dəriyə. Hə, izi qalsın orada. Bəs yaxşı, bir dənə söz soruşum. Risklər nədir? Mən indi tato vuranda neynəsəm nəsə olar? İlk növbədə gigiyenadır. Əcə. Əcədən istifadə etməlisiniz. Əcələrimiz aşağıda. Bəs bu nədir? Hə, bu əlinizi ağrıtmasın deyə yapışdırırsınız bunu. Həm də daha topuş olsun, düz xəttlər daha rahat çəkmək. Bəs bunun iynəsi hardadır? İynəsi hələ taxılmır da. Hə, taxılmır. İynələri sonra qoyuruq. Tamam. Mən tatonu neçə müddət ərzində tam öyrənə bilərəm? Bu təbii ki, sizin özünüzdən asılıdır. Nə qədər çox efor sərf etsəz, o qədər tez öyrənəcəksiniz və rəssamlıq qabiliyyətiniz varsa, daha da tez öyrənəcəksiniz, onu deyin bilərsiniz. Mən belə şəkil çəkə bilirəm. Bu ev çəkə bilirəm, bir də bacası olan evlər. Bu bizim potamızdır. Pota nədir ümumiyyətlə? Nədən söhbət? Yəni niyə istifadə edirəm? Nəyə görədir bu? Boyanın içinə Bunu buna batıracağıq. Bundan ayda bildin. Kuru kafa. Bu rəngdən qatacağıq bunun içinə. Bu gələ amma heç çarə qatmırıq, vururuq ki, yapışsın. Müştərimiz bizim Samirə xanımdır. Samirə xanıma tato eləyəcək. İlk dəfə onun üzərində yoxlayacağım. Bilmirəm, inşallah. Qurbanımız Samirə. Yəni elə özünü fəda elədi, çox sağ olsun. Minnətdarıq. bizi fədakar bir dostdur. Bəli. Qəşəng olacaq tato, narahat olmayın. İdeal əllərdə siz Samirə xanım narahat olmayın. İndi mən işləyə bilməsəm, fəaliyyət eləməzsə sərgiyə salarsınız. Və qolluğumuzu streçləməliyik. Qolluğumuz mütləq şəkildə qolluğumuz streçlənməlidir, çünki qolun üzərində tato işləyəcək. Bəli. Samirə xanım, zəhmət olmasa yaxınlaşarsınız. Buyurun, əyləşin zəhmət. Elə deyil, əyləşməyin. Ayaq üstə yapışdırırıq. Hansı əlimizi yapışdıracaq? Aha, telefonunuzu zəhmət olmasa istəyirsə verin biz qoyaq qara kutuya. Məktəb vaxtı telefonları yığıb qoyurdular. Birinci, həmin nahiyəni spirtlə təmizləyirik. Bu nahiyəni təmizləyirik. Əla. Əliniz tərtəmiz oldu. İndi bundan sonra nə edirik? Baxırıq, əgər tük falan varsa, hətta sarı tüklər belə olsa jiletlə götürürük. Var. Amma xanımda heç nə yoxdur. Yoxdur. Ona görə ehtiyac yoxdur. Baxımlı xanım olanda İndi isə transferimizi götürürük. transferimizi götürürük. Zəhmət olmasa əsəbləşməyin. İndi bunu nə edirik? Birinci Birinci. işarətləyirik, göstəririk.
Mən işarələməyəcəm, özüm işarələyəcəm. Aha. Bax, məsələn, bura istəyirsə... Mən ora istəyirsən? Aşağı. Hatta, yox da bura istəyirəm. Bura istəyirəm. Bura istə də, deyirsən bura istə, deməli bura istə. Rahatlı bura işləmək. Mənim yerimə qərar verirlər. Bax, belə deyirsən, sonra işarətləyirsən qıraqlardan. Gəl. Belə. Bəli, bir dənə də yuxarıdan. Biraz uzun olsun xətləri. İşarələdik. Yerimiz buradır. Bəli. Bunun ağzını daim bağlayın. Bildiyim tək şey budur. Havası gedir, işləmir sonra. Parmağınızı verin, bir damcı töksən bəsdir. Balaca bir nahiyyə. İndi yayın. Yayın, qəşəng ətrafa yayın. Onu sümarkeri çıxın. Çox sulu qalanda Transfer yayılır hərəkətdə. Görsün. Hərəkətdə olur. Sürüşür demək istədim. Bu qədər yaxşıdır. İndi tuzdurun o xətləri. Üstünə də salfetka ilə bastırır ki, ətraflı şəkildə hər yeri yapışsın. Ehtiyatla çıxardın. Ehtiyatla dedim. Hə, bağışla. Ətimi qopartdılar. İndi Siz siz güzgüdə kontrol edin Samira xanım. burada var güzgü, bəli baxın əlinizə. Necə estetik durur. Mən olsaydım bu tatudan hər gün, hər axşam elətdirərdim. Bəyəndiniz tatunuzu? Olar işləyək. Variantim var. Hə. Bəyənmədim. Dın, İynə dın, dın. qapsızdım. Eynək qabı yoxdur. Baxa bilərsiniz əziz müştəri, tam olaraq Əlcisiz əl vurmaya bilərsiniz. paketin içində də ələ çıxarmamışam. Əziz müştəri. Mən deyəsən tatu master işləyəməyəcəm. Əyləşə bilərsiniz. Müştərinin rahatlığı üçün. Rahatsız? Tatmasının rahatlığı. Bəli, tatu masterin rahatlığı mütləq. Mən rahat olmasam işləyə bilmirəm, xahiş edirəm. Efendim qolumla rahat deyəm. Çox qalırsan. Əgər nəsə Bax, satsam, baxın, ömür boyu bu baxmayacaq. xanıma satmaram mən. Mən yolu işləyəcəm, siz kənd işləyərsiniz. Olar, olar. İndi sizin sıranızdır Fərid bəy. Əlcəmi geyinim, salfetkamı götürüm. Fərid bəy, işimiz çox qalıb çünki Yox, az qalıb, hardasa 1-2 saatayaq. Niyə tatu master olmaq istədiniz? Gözəl sualdır. Çünki rəssamlıqla məşğulam və dedim ki, rəssamlığın Əvəzində daha bir işləmək. qolundan da istifadə edin. Hə, rəssamlıqdan başlamısan. Tamam, əla. İndi mən yerimi rahatlamalıyam. Xahiş edirəm. Birinci yerimizi rahatlıqla yandırmayın. Görün rahatdır sizə. Belə də bu biraz belim ağrıdı. Hələ yandırmayın. Baxın görün uyğundur. Mən necə bilim uyğundur. Bax gör pozisiya işləmək üçün Hə, rahatdır. baxım. Rahatdır. Sonra başlaya bilərsiniz. Qoşun aparatı. Dərini dartın bu arada. Hə, dərini dartırım. Qorxuram. Ağrıdımı əliniz Samira xanım? xeyir Fərid bəy, yaxşıdır. Biraz da dərinə batıra bilərsiniz. Ay, yox, qorxur. Çox gözəl. Yaxşı. Çox yan tutmayın. Tamam. 180 dərəcə. 180 tutun. belə. Belə tutun. Belə. Belə tutun. Belə. Yox. Belə. 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 Hə, biraz Biraz da çətindir. yaxından tut istəyirsən. Çox uzaqdan. Bir dəqiqə zəhmət olmasa, belə YouTube-da görmüşdüm. Bu dünənləri baxırdım ki, necə edirlər. Bax belə. Xahiş edirəm, əlinizi tərif etməyin. Soğuqaysın. Bir dənə deyəndə nə olar? Konsantre olmaq istəyirəm. Amma yazdım. Onu qəşəng yazdım. Düzdür. O daha yaxşı görsənir. Hə, amma burada oynası biraz. İynəni tuta bilmirəm, tez girib çıxır, belə sürət şeyini görə bilmirəm. Nəyə baxım da? Fotoya baxmalısın. Məzənəm mən. Əlim əsir eləyə bilmirəm. Amma yox, son dəfə. Başara bilərsiniz. Oh, qurtardım ki. Bir dəfə yolu çəkdim, bax. Bu yəqin tatonun özü şeydir də, ləkəsi. Mən bunu heç işləməmişim. Hə, silməliyəm. Dağılan boyadır o. Hə, dağılan boyadır, şükür. Hazırsınız? Samira xanım, hazırsınız tatonuzu görməyə? Bəyəndiniz tatonuzu? Bəli, çox qəşəng qaldı. Əlinizə sağlıq. Sağ olun. Zəhmət olmuş kassaya 600 manat ödənişik. İndi biz qutardıq fişə, tato hazırdır. Stres çeyə bilərik siz zəhmət olmuş. Stres onu. Fərid bəy, necə idi tatu ilə məşğul olmaq? Əslində çətin idi, biraz riskli idi. Həm də mənim əlim əsirdi deyə biraz qorxurdum. Amma maraqlı idi deyim ki. Hə, maraqlı idi. Amma rəsm çəkmə qabiliyyətim olsaydı deyə düşünürəm. Daha maraqlı nələrsə eləyə bilərdim, daha yaxşı işləyə bilərdim, amma pis deyildim məncə. Necə idi? Birinci dəfə üçün yaxşı idi ən əsası. Texnikada, yəni birinci dəfə üçün çox qəşəng idi. Bəs davam etdirməyi düşünürsünüz? Bilmirəm, hələ gedirik başqa işlər yoxlayaq, görək bundan sonrası necə olacaq. Özünüzü yoxlayın. 100%. Allah. Çox sağ olun, minnətdaram sizə. Hələlik xoş oldunuz. Sağ olun.
Bu da videonun sonu dostlar. Ümidvaram videomu bəyəndiniz. Bu günləri Kleopatrada olduq və növbəti videolarımızda fərqli yerlərdə olacaq. Ən əsası kanala abunə olmağı, bizi izləməyi və videonu bəyənməyi unutmayın. Dostlarınızla paylaşsanız sevinərik. Hələlik.